İmam Zaman özü deyir ki, İmam Zaman sözüdür. Buyurur ki, "Ləv ənə əşya'ana" Əgər bizim tərəfdarlarımız vəffəqəhumullah li taatih, Allah onları öz itayətinə müvəffəq eləsin. Ala ictima'in minəl qulub fil vəfai bil ahd aleyna. Bir, əgər bizim tərəfdarlarımız Allah onları öz itayətində müvəffəq eləsin, bizim əhdimizə vəfa eləməkdə ictima'in minəl qulub, yəni qəlbləri bir olarsa, ləmə təəxxərəl yum biliqaina, bizim zuhurumuz bir an təxirə düşməz. Demirsiniz İmam Zaman gəlsin, buyurun. İmam Zaman zuhuru gözləyən mömin qardaşının qeybətini eləməz. Ürəyində kin gəzdirməz. Bu kin, küdurət, soyuqluq onun pərdə arxasında qalma müddətini artırır. Onu əziyyətə salır. Ona görə də İmam Zamana ən böyük xəyanət ixtilafdır, soyuqluqdur, dedikodudur.